Ruben Vardanyan. Mr. Vardanyan, thank you for being with us. Çok rengarenk, maraqlı bir personaj. Şübhəsiz ki, çox istedadlı bir şəxsdir. Ruben Vardanyan, Aurora şirkətinin həmtəsisçisi. Və eyni zamanda özünü xeyriyyətçi kimi təqdim etməyə nail olmuşdur. Ruben Vardanyan. Ruben Vardanyan. Ruben Vardanyan. Ruben Vardanyan. Onun yaxşı əlaqələri var idi. George Clooney ilə dost idi. Ruben Vardanyan həyat yoldaşı Veronika dünyanı aldatmağın nə qədər asan olması baxımından çox maraqlı bir figurdur. Ruben Vardanyan Ukraynada sanksiyalar altındadır. Vardanyan Rusiyanın Volga-Dnepr şirkətinin idarə heyətinin üzvü. Biz bu şirkəti Putinin qanadları adlandırırıq. Həmin şirkətdən çox böyük məbləğdə pul alan bir ad gördüm. Və bu, cənab Ruben Vardanyan idi. Mr. Ruben Vardanyan. Əslində, bu həqiqətən də parlaq bir cinayət idi. O, Avropa üçün, NATO ölkələri və Ukrayna üçün cinayətkar sayılır. Ruben Vardanyan pasportundan imtina etməyib. Bu tamamilə yalan bir iddiadır. Salam, əziz Artsaq sakinləri. Ruben Vardanyan özünü digərlərinə xidmət həsr etmiş qlobal lider. Putinin Troya atı kimi. Mən bu torpağın sahibiyəm. Ruben Vardanyana qarşı irəli sürülən ittihamlara, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, terrorçuluq. Ruben Vardanyan kimdir? Çox maraqlı bir sualdır və dəqiq bir cavabı yoxdur. Ruben Vardanyan əsl bir erməni deyil. O Rusiyanın adamıdır.